Dostlar, hamıya salam. Sizinlə Nanulya SMR-dir və bizdə burada blinçiklərini ətlə və düyünlə. Mən düyünlə daha çox sevirəm. Çünki daha yumşaq olur. Və burada sadə blinçiklərimiz, smetan, balımız və kivimiz. Gəlin başlayaq. Mənə Instagramda bir neçə suallar veriblər. Onları da cavablandıracağam. Ən çox verilən suallar nədir? Düzdür, 2 saat cəmi keçib. Nənəmin blinçiklərinə baxın. Yumşaq. Vay vay vay. Gəlin başlayaq. Mən belə yeyirəm. İndi məni döyməyin, söyməyin. Mən həmişə ayrı yeyirəm. Bilmirəm, daha çox yeməyimmi, yoxsa nə? Çünki nənəmin blinçiklərini yeyəndə dayanmaq mümkün deyil. Mən belə smetanla eləyirəm. Batırmağı sevmirəm. Çox dadlıdır. Uşaqlar, like eləməyi unutmayın. Çünki nə qədər siz like elədəsəz, mən də o qədər kontenti davam edəcəm. Yəni başa düşürəm ki, siz bəyənirsiniz. Gəlin suallara başlayaq. O qədər çox sual olmadı, çünki 1 saat cəmi keçdi. İş haqqında işdəki maraqlı hadisə, day bezdi uğursuz hərinə eşitməkdən. Birincisi, mən o haqda kim verdi o sualı? Cəfərova. Cəmi bir neçə dəfə danışdım. Uzun idi deyə, suallar verirdilər deyə davamını çəkmişdim. İş barədə, yəni maraqlı iş barədə nə ola bilər ki? Maraqlı, mən işləyirəm. İndi onlayn işinə keçmişəm. Həmçində soruşmuşdular ki, nəyə görə sən səhərlər, yəni belə vaxtı mukbang çəkirsən YouTube-da. İşdənmi çıxmısan? Yox. Sadəcə onlayna keçmişəm ona görə. Başa düşdüm ki, belə daha rahat olacaq. Aysel, nə vaxtsa ailə qursam, yoldaşınla ananın yanında qalarsan, yoxsa ayrı qalarsan? Ətlə və burada düyünlə demişdim. Dadına baxmam, sizə baxın. Çox restoranlarda elə eləyirlər. Mən də deyirdim ki, niyə belə yumşaq olur? Ayrı qalaram. Ona görə yox ki, qaynana pisdir. Ona görə ki, mənim fikrimcə 2 ailə bir evdə qalmaz. Hərənin öz həyatı var, hərənin öz öyrəşdiyi rejim var. Belə yaş fərqliyi var, hamının öz rejimi eyni deyil. Ona görə belə. Mənə görə söz-söhbət olmağını istəmirsinizsə, ayrı yaşamaq məsləhətidir. Bu mənim fikrimdə. Mənə soruşurlar deyə cavab verirəm. Bəziləri indi burada qaynanalar deyəcək, belə şey təbliğ eləmə. Təbliğ etmirəm. Mən öz həyat prinsiplərimdən danışıram, çünki bu mənim bloqumdur. Xarici köçmə green card açılır, oynayacaqsınız, bəlkə fikriniz dəyişdi. Yox. Mən həqiqətən Bakını çox sevirəm. Azərbaycanı çox sevirəm. Azərbaycanın bütün bölgələrini çox sevirəm. Rayonlara gedirəm, oradakı hava, oradakı ət, oradakı insanlar, Bakıdakı o dvij-miş məsələsi, iş çox sevirəm. Sakitçilik istəyəndə, yəni rayona qaçmaq super. Yəni bu xaric okey də, dincəlmək əladır, amma yaşamaq bilmirəm. Heç vaxt demərəm. Mən bilmirəm mənim yoldaşım kimi olacaq olsa gələcəkdə. Amma ki mən Bakıda qalmaq istəyərdim. Saçınızı niyə ancaq belə yığırsınız? Nə əcəb açmırsınız heç? Asi bu sual verib. Sadəcə belə bəyənirəm, mukbang çəkirəm. Mənə bu rahatdır. Üzümə düşmür, yeməyə düşmür. Bu qədər basit.
Məryəm deyir, son zamanlar iş günləri evdə olursunuz. Bəli, bəli, evdə oluram. Cavab verdim o suala. Zema yazıb, öz həyatın haqqında danış, krasavitsa, nam interesno. Öz həyatım haqqında bu günləri məsələn bir dənə hadisə var idi. Riyaziyyat müəllimi ilə kişi idi. Mən də hazırlığa gedirdim. Onu danışmaq istəyirdim. Konkret bilirsiz, o müəllim mənə nə etmişdi? Elə bil özümə güvənim itmişdi, yəni elə. Bütün uşaqlara tupoy deyirdi. Halbuki bu hazırlıqdır. Yəni mən tupoy yox da nə desəm, nə isə bilsəm, mən sənin yanına niyə gəlirəm də? Mən ki nədəsə çətinlik çəkirəm deyə gəlirəm. Hamıya elə deyirdim. Orada konkret başlıları otururdu, başlı. Yəni mən riyaziyyatdan ortayam. Halbuki birinci qrupu qurtarmışam. Amma məndə riyaziyyat super deyil. Amma yenə də bu yəni mən kimilərə, yaxud da məndən daha pis bilənlərə hamıya tupoy deyirdi və nədir ona da hətta sonra başqa bir şey soruşanda mən artıq elə bilirdim ki, hə, mən tupoyam, cavab verməyim. Sonra da cavabı öyrənəndə görürdüm ki, mən bildiyim düz imiş. Məncə belə müəllimlərdən qaçın. Uşaq idim. Çəkinirdim. Özü də mənim Azərbaycan dili və ədəbiyyat müəlliməmin həyat yoldaşı idi. Bir evdə idilər. Azərbaycan dilinə gedirdim ora. Ədəbiyyat mənə lazım deyildi. Sonra riyaziyyata gedirdi o birisi otağa. Mənim sinif rəhbərim idi deyə heç nə deyə bilmirdim. Belə bir şey. Yəni özü bilmirəm necə nətərdir, amma ki heç əlaqə heç kim demək olar qurmur da o qədər. Məktəbdə müəllimlərlə bağlı anılarımız var. Elə onu da danışdım. Elə bir hiss elədim. Aliyeva. Açıqı sizə çox yaxşı, açıqı siz fərqlisiz. Deməli, effektlə mən Instagrama video qoymuşam. Eynəksiz məsələlər. Bezmişəm. Dəstirin. O effektdir, effekt. Mən anlamıram. Instagramda hətta yuxarıda yazılır ki, effektlə çəkilən video. Necə siz görmürsüz? Yəni tamamilə fərqli olur adam. Yəni dəyişdirir insanı effektlər. Ay qızlarım, ay canlarım, ay cigərlərim mənim. Mübariz, birinci növbədə sizi çox sevirəm və sualım heç uşaq vaxtı sizin qəlbinizi qıran müəllimlər olub? Boy, hiss eləyirsiniz məni. Olub dedim mən sizə onu. Yəni çox sağ olun Mübariz bəy. Ayka dedi mənə, havalar nasıl? Havalar çok iyi. Çok. Nağıyeva. Nə haqda deyə bilmərəm, ancaq arada tük yağmasını yeyib paylaşarsınız, yağlamasını yeyərik. Mənə nələr istəmirlər hocam. Çalışdığım qədər istəklərinizi yerinə yetirirəm. Hər şey olacaq, relax. Qəlb bizi çox gözəlsiz axı, can. Biri deyir gözəl videoda, biri deyir ki başqası. Sirdə qalsaz daha maraqlıdır. Siz yemək yeyəndə daha gözəlsiz. Sizin özləniniz sizindir. Özəliniz sizindir. Okey, Aygül çox sağ olun. Minnətdaram. Xarici vətəndaş olmaq istəyirsiniz, bir də biznes qurmaq istəyirsiniz, nə üzrə qurardınız? Xarici vətəndaş olmaq istəməzdim. Nə olub Azərbaycan vətəndaşına? Mənə xoşdur ki, mən Azərbaycan vətəndaşıyam. Həqiqətən mən Azərbaycanı çox sevirəm. Həqiqətən mən çox sevirəm. Məncə istəsən hər şeyi bacararsan. Düşünməmişəm, amma 100% yemək olardı yəqin ki. Coffee shop ola bilərdi. Kiçik kafeteriya. Elə bir şey ola bilərdi. Çünki ilk dəfədən restoran açmaq məncə risk eləməzdim. Tak. Sizin məzuniyyət bitmədi.
Məzuniyyət bitdi və mən onlayna keçdim. Oradakı o smaylikləri kim qoydu? Nə güc. Yəni güya siz orada haha ilə gülürsüz, eləyirsiniz, amma okey də. Və sonra gələcək planınız nədir? Uşaqlar, işləmək. Alınsa ailə qurmaq. Belə. Ad gününüz nə vaxtdır gözəl? 12 may. Çox gözəlsiniz. Çox sağ olun Vaqif. Hamısına cavab vermək istəyirəm. Azdır. Əliyeva, o gün dediniz hərlisiz bu haqda. Hərili deyiləm. 2019-cu ildə qaytarmışam. Səhv başa düşdünüz. Əslən Bakının kəndindənsiz, yoxsa necə ata-ananın fərqli yanı kökünüz? Mənim anam, atam da Bakılıdır. İçəri şəhərdəndir. Kökümüz Bakıdan, İçəri şəhərdəndir. Bu qədər. Universitet illərinin semestr imtahanlarını necə hazırlar? Kəsiriniz olub? Hazırlığım çox çətin olmuşdu. Mən konkret axırı vaxtı depressiyona girmişdim. Belə deyə bilərəm. Konkret hazırlıqlara artıq getmirdim. Ümumiyyətlə universitetə qəbuldan danış. Və sonra getdim düz imtahanı verməyə. Keçdim. Hər şey yaxşı idi. Kəsiriniz olub? Ay uşaqlar, ciddiyəm, olmuyor. Yəni hər adamda ola bilərdi, amma olmayıb. Biz kompüterlə vermişdik. Sualları hazırlayırdıq. Mənim də taktikam var idi. Bütün uşaqlara bu taktika haqqında danışıb özüm də kömək eləyirdim imtahandan keçməyə. Mənim yanımda da oturan var idi. Yəni belə momentlər də olurdu. Mən həmişə kömək eləyirdim. Yəni ona görə qrup yoldaşlarım bəziləri həmişə mənə çox sağ ol deyirdi. Əzizlərim, sizlə Nanul ASMR idi. Çox sağ olun ki, bu günləri məndən idiniz. Like edib, buraya yazmağı unutmayın. Burada sonuncu videoma baxmamısınızsa baxın. Burada loqom olacaq. Ora basıb takip ata bilərsiniz. Sabaha dək əzizlərim.